Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zaur Baxışovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. İddiama görə hadisə Samux rayonu Lək kəndində baş verib. Zaur Baxışov yaşadığı evin həyətində olarkən keçmiş kürəkəni zərər çəkmiş Zahid Əmişov sərxoş vəziyyətdə onun yaşadığı ünvana gəlib. Zərər çəkmiş şəxs keçmiş həyat yoldaşını səsləyərək qadınla danışmaq istədiyini bildirib. Lakin qadın eks-ərini bu istəyini rədd edib. Bundan sonra Zahidin nalayiq ifadələr işlədərək həyətə daxil olması təqsirləndirilən şəxsin hiddətinə səbəb olub. O əlində olan bel ilə Zahidin bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə endirib. Hadisə nəticəsində Zahid Əmişov ağır xəsarətlər alıb. Məhkəmə istintaqı zamanı Zaur Baxışov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O hazırda zərər çəkmiş şəxslə barışdığını, törətdiyi əmələ görə peşman olduğunu və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib. Məhkəmə iclasında ifadə verən zərər çəkmiş Zahid Əmişov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib. O hadisə günü sərxoş vəziyyətdə olduğunu, baş verənləri tam xatırlamadığını və necə döyüldüyünü yadına salmadığını deyib. Zərər çəkmiş şəxs həmçinin qeyd edib ki, Zaur Baxışov onun müalicəsi üçün indiyədək təxminən 7000 manat vəsait xərcləyib. Onun sözlərinə görə tərəflər arasında barışıq əldə olunub və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya tələbi yoxdur. Hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Zaur Baxışova şərti cəza verilib.